Çok çirkin görünüyorum. Anyway. Sağlık güzel. Bravo. Koyun şeydi. Afseleyip koymuşam buraya. Son olarak Polşa torpaqlarındayım. Peçetimi aldım. İndisi gidelim. Aşağıda gördüğünüz rəflər və simvollar sizə hara gedəcəyini göstərir. Burada size suyun açılmasını göstereceğim. Çünkü çok çarpıcıydı. Biri basıştınız, bakın geldik. Böyle burada hiç ne yapmıştı ve dayanmıştı. Növbəti ən çətinlik çəkdiyim şey Polşada bilet almaq idi. Demək olar ki, bəlkə 15-20 dəqiqəyə qədər vaxtım idi. Burada da gördüyünüz kimi seçirsiniz. Zona 1-nin zona 2 haqqında məlumat verim. Zona 1 şəhər mərkəzidir, zona 2 isə artıq şəhər mərkəzindən kənarı göstərir. Orada məsələn siz seçə bilərsiniz 20-25 dəqiqəlik biletlər, yoxsa 1 saatlıq mı, 20 və yaxud da 72 saatlıq mı? Mən orada seçdim sadəcə 25 dəqiqəlik, çünki məsafələr çox yaxın idi. Hava soyuq olması səbəbindən istəmirdim ki, yeriyəm. Kart menüdən şəhərdə şükürlər olsun, Azərbaycanın kartı bir dəfə işlədi. Bax, aşağıdan da kart çıxır. Pay for your follow down the terminal screen. The shit is difficult. Yeri de Kostka kafeden dümdüz gelirsiniz. Yukarıda burada da göreceğim. Yukarıda da locker işareti var. Sağ tarafa gidin. İkinci gideceğim mekan ise lockerlara əşyalarımı yerine koyduktan sonra indi isə gedirəm Old Town-a. Bunun üçün də avtobusa minmalıyam. Görək nə baş verir. Biraz çətindir. Çünkü tam olarak insanlara İngilizce danışabilmirlər. Google Translate ilə əlqə olan bir şeyler öyrənməyə çalışıram. Buranın bir də tərəfi də mənfi cəhət odur ki, hava dəhşət tez qaralır. 3:30 oldu, gün batdı, qaranlıq oldu. Okay, bye bye. I'll keep you updated. Like eat Polish tradition. You eat first no crab.